o besivet görürsən. Bax, böyük. Bax, ondan sənin də olacaq inşallah. Sən söz verim, sənin də olacaq, yaxşı. Səndə olmuyor bet. Bir dəfə olub balaca. Hələ ki, sənin bir dənə Range Rover'in var. Besivet də alarıq. Salam olsun hər kəsə, dostlarım. Allah'ın bizə verdiyi ruzdan, nemətlərdən insanlarla bölüşməyi bizə vacib buyurub. Ona görə bugün ataları türmədə olan 2 dənə uşağı sevindirmək üçün 2 dənə vəsifət gətirmişik. Bu Allah'ın izni ilə, Allah'ın bizə elədiyi yaxşılıqlar üçün biz də insanlara yaxşılıq eləməliyik. Şey vəsifətdir ha. Qardaş, təşəbbür kimi çıxmasını, zamanat maşınına bu rəva bilib salmır. Kiminsə uşağına görə. Ata balası üçün eləyər bunu. Amma özgə uşağı üçün heç kim eləməz. Onun üçün deyirəm ki, belə işlərin, belə şeylərin qədrini bilmək lazımdır. Bir qızdı, bir oğlandır. Bu qızın da, o da oğlanındır. Bunların xəbəri yoxdur. İndi bunları sürpriz eləyəcəm inşallah. Qəlbləri sevinsin. Allah'ın izniyle. Necəsən? Vəziyyət? Yaxşı, necəsən? Sağ ol. Sən nə tərsən? Salam bacı, necəsiz vəziyyət? Sizə vəsifə söz vermişdim, amma pulum olmadı almağa. Təbii, sağ ol. Sizə bir dənə balaca oyuncaq maşını almışam ha. Orada elə qoydum məhəllədə. Gəlin verin, mən çıxım gedim. Yaxşı? Gəlin. Amma gözlərinizi yumun, yaxşı? Sən, atalar zəng eləyir? Türmədədir də? Danışırsın atayla? Yaxşıdır? Allah qapısını açsın, gəlsin bunların üstündə dursun. Vallahi bunlar heyifdir ki, üçün uşaqlardır. O çıxana kimi də biz yanlarındayıq. Qar yağıb güvəndiyim dağlara, göz baxır həsrətlə ötən çağlara, dostlara, qardaşlara, ortaqlara, salam Kürdəxandakı dustaqlara. Bura elə mənzildir, hər tərəf kədər, tikanlı məftillə sarılmış səpər. Qapımı döyən dağdar ürəyimin dağın, gözləri yollarda olur dustağın. Qara zindan, qara zindan, məni çəkdin qara zindan.